John D. Rockefeller necə insanlıq tarixinin ilk milyarderi oldu? Bu böyük sərvətin arxasındakı ən böyük motivasiya onun dələduz atası tərəfindən yaşadıkları utanc və nəticədə məhdudsuz gücə can atmaq idi. Rockefellerin dahiliyi neft çıxartmaqda yox, çıxarılmış nefti emal edərək bazarda satmaq idi. Və beləliklə o 10 yanvar 1870-ci ildə Standard Oil şirkətinin təməlini qoydu. Bu şirkəti yaratmaqdakı məqsəd bazardakı ən böyük neft emalı zavoduna sahib olmaq deyil, bazardakı yeganə və tək neft emalı zavoduna sahib olmaq idi. Bu məqsədə çatmaq üçün isə o ən amansız üsullardan istifadə edirdi. Rəqiblərinin rəqabət aparmaq şansını aradan qaldırmaq üçün dəmir yolları ilə gizli razılaşmalar bağladı. Rockefeller bazardakı rəqib emalı zavodlarını ya alırdı, ya da aşağı qiymətlərlə işdən çıxarıb bütün sənayenin nəzarətini ələ keçirirdi. Güclərinin zirvəsində olan Standard Oil dünya neftinin %90-ını emal edir və bütün neft quyularının təxminən 1/3-nə nəzarət edirdi. Bu sənaye monopoliyası sayəsində Rockefeller insanlıq tarixinin ilk milyarderi oldu. İnflyasiya nəzərə alınmaqla bugünün standartlarına görə Rockefellerin şəxsi sərvətinin zirvədə 500 milyard dollardan çox olduğu təxmin edilir. Bu, onun hətta müasir dövrün ən varlı iş adamlarının Jeff Bezos və Bill Gatesin birgə sərvətindən də zəngin edir. Maraqlısı isə budur ki, Rockefeller müasir xeyriyyəçiliyin banisi hesab olunur. O, sərvətinin böyük bir hissəsini Chicago Universiteti və Rockefeller fondu kimi müəssisələrin yaradılmasına sərf edib.